Paytaxt ərazisində yerləşən avtomobil tunellərində və tunel daxili yol elementlərində geniş miqyaslı təmizlik işləri aparılır. Yağıntılar və intensiv hərəkət nəticəsində yaranan palçıq və toz xüsusi təyinatlı işçi heyəti tərəfindən aradan qaldırılır. Hazırda işlər Qələbə meydanında yerləşən tunel tipli yol qovşağında davam etdirilir. Təmizlik prosesi zamanı tunelin giriş-çıxış hissələri, məhəccərlər və yan divarlar, tunel daxili yol nişanları, işıq əks etdiricilər, əyri xəttli dəmir tirlər xüsusi təyinatlı texnika vasitəsilə təzyiqli su ilə yuyulur. Məqsəd daha təhlükəsiz, təmiz və rahat hərəkət şəraiti yaratmaqdır.